Hamınıza salam dostlar. Salam dostlar. İndi videonun başından da gördüğünüz kimi elimizde bir kanister var. Onunla yuva düzeltecek. Bakın bağa su bırakmışıq, bağı sulayırıq. Dostlar keyfini salınız. Ördəklər çimir burada. Kazlar bırakmamışam. Dostlar keyfini halını soruşlar. Necəsiz dostlar? O yani vermem bunlar. Bıçaq girer əlvə. Bəxtir gətirdi, bıçaq girmişdi əlvə. Toyuqları bırakmışım da qazan indişolar qalıb içəridə. Bunlar da bayquşlar elədiyinə görə. Folluq düzəldirdin. Haydi onu mən necə burada qalsın, burada düzəltək. Mən kəsərəm. Bir dənə ilk bıçağı mən saxımda yalvarıram. Gözlə. Bax, necə eləyim? Fikirləşirəm, düşünürəm ki, buradan bir belə yumru bir şey eləyim. Sən bunu tut. Mən sənə çizim. Tut belə. İstəyirəm ki, baxın dostlar, belə deyil. Mən belə bir şey eləyim. Mənim dostlar çəkən. Böyle yumru bir şey eləmək istəyirəm. Bunu deşməyə varayım. Bıçağını açdım, bıçağı da. Bir qalım bıçağı getirdim. Əlimi də kəsməyin. Daş. Bu kəsməsə gidib qalım bıçağı getirir. Gidib qalım bıçağı getirir. Bir dənə video yanında. Göstərəcəm. Gözləyəcək. Başqa şey də açır. Apar bunu. Ya da qalsın bu. Sən gidib gətir. Qalım bıçağı gətir. Bərk bıçaq. Baxın toyuqlar da çıxıb. Seskanın qəfəsinin üstünə. Bir çoxunuz deyirsiniz ki, bu seskanın içine bırax ördək balaların. Burada baxın, çolpalar var içində. Buna görə bıraxamıram. Bunlar da ki, bayra bıraxardım, amma ki, qarğa icazə vermir, imkan vermir daha doğrusu. Ona görə eləyəmirəm. İndi bundan toyuqlar quya yumurtlayırdılar da. Bugünlərdə 0 yumurta aldım, gözləri çıxsın, onları yediği yemek gözünden gelecek axıda bunların. Dostlarımıza göstereceğim. Oy. Bobrita bondita. Öyle bir yaxşıdır. Bir kameranı mənə. Ehtiyatla işlətim gerek. Haydi bismillah. Yelşin sen Allah. Qətl törətmə burada. Xəsə. Ooo, nə elədi dostlar. Sen bu kvadrat kim bilə? Ya məncə yumru olar, yumru. Kvadrat. Cizibilin çıxar. Uf. Hata baxın çəkilən dostlar. Bu çox güclüdür səncə? Bunu da kestim. Ay Ali. Nə oldu? Suyuqlar. Ha baxın. Yer olub bitmir. Elşənin əlini suyuqlanır. Kameraya baxsan, düzgün yerə çək. Buna nəsə yürüyorsun. Bir tane kvadrat kestim olur bunu. Çok gitti. Buta şəkli çəkirsən? Çok gitti aşağı. Üzüm düşmesin. Yox, qollar düşdü. Deyirəm, üzüm düşmesin deyə qollar düşdü. Sən də Elşən giyməyəcəklər üzvə. Vay, çok gitti. Gözük istərim. Üstten yiyelim biraz. Yok, çok gitti. Buta şəkli çəkməyə fikri də Elşənin. Kvadrat fason olacak da. Ne olursa olsun sen Allah. Ben de onu yiyeyim. Görsün telefonda gösterme nesi olurdu. Sen gösterme bıçağı. Ya? İndi yadıma düştü, bıçağı gösterinde banlanabilir. Videoda gönderme olmuyor. Ben göstermeden mi gösterir? Yiyeyim indi beni. Adam kesmirik ki burada. Aslında ne de olsa YouTube baştan xarab şeyde silip koyacağım videonu da. Ben de aşaram YouTube'dan sen şimdi. Çekmeden de vuracağım. Çekmirəm. Estağfurullah. Sen de bıçağı getirip sonra oradan kamerayı onda ben çıkardım kendi çekeyim. Çek. Tövben gel çekmek istedim şu arkadaşlar. Bakın dostlar böyle bence. Çok pis değil. İçim yapı buranı göster. Şimdi buranı biraz düzel. Kapak şekil alalım. Buranı biraz düzel. Şapka düştü ne tamam. Biz bir tane sana şapkanı ile düşürteceğim.
Senden zırt da olmaz Yusuf. Senden ne olur bəs? Benden olan oldu. Düz yaramaz olur. Bıçağı çekmeyeyim. İndi ben hara çekeyim. Git tavukları çek. Ta çekeyim. Çekim Eşer. Bir sözdü de dedim. Demədi bəs sözü mənə. Burada dostlar bunun qapağı. Bunu atacaq lazım olan deyil. Peki mənə verərsən belki bir şeyimi düşməyəli. Elşən çəkmədi. Ben mecburi batır fikir yükləməyə. Yoksa çekerdim. Ayakları keser yasakladım. Ha? Cehennem ayaklarını kessinler Ayak yumurtalasın. lazımdı. Bak yumurtaladılar girdiler içine. Ayakları kesmeye kaldı. Kesin parça tapın. Gel telefonu. Orada bir de orada fıça fıçlı su içirler mi, çimirler mi? Her şey çıktı. Al bunun için sil. Çek sen de videonu. Çekeceğimizi bir işe yara sen de. Ülkemize bir katkı olsun. Bence pis olmadı. İçine ot koyandan sonra ot da başta darvasının arasındadır. Oradan alıp getirip böyle içine koyup kapağı şekli alaram bir ışıklı vakti sonra geceye düşecek. Yaxşı sil ki nem olmasın. Şimdi o teker yuvaların qırağından koyacağım. Yağlar var ya yağdım çektim. Sil al da O da temizlenir de şey. bütün qıraqların zaten da təmizlə, yıx damın. Baxın. Ha bak. Hı. Üf, buna bak. Göster. Temiz bile. Neyse, bəsdir belə. Yetdi ağ oldu yenidən. Belə pis deyil. Geçen iki videomda olmaz şey böyle. Baxın, orada az göstərmişdim. Ne yazmaq istəyirdim? Çardaq. Baxın, nə qəşəng olub. Benim sayemde dostlar işte. Sən sayırdı. Böyle şekil İndi o sudan biraz bu tərəfə açacağım, gəlsin deyə. suyu da iki suda koşuldu. Baxın, ot da buradadır. Bu video çəkəndə mən hıçqırıq niyə tutursa ye. Hıçqırıq. Şöyle çok şıkırmağa. Ağıllı ol. Ben suyun birazcık daha şıkırdı. Bak işte. Bu için yuva düzelt. Göster dostlarımıza. Dostlarımıza bir şey istersen de işe yaramırsan olsun. Hadi çox kəsmə bağım. Mən deyirdim buradan belə balaca bir şey kəsərəm. O da dibə düşdü. Heç də olmaz. Onlar yumurtlasın, yumurtlanan yerdən də yığaram mən. Siz havadan yık. Şəbəsidir. Tək onlar yumurtlasınlar. Zula eləməsinlər. Zula da eləsinlər, axı yumurta olsun. Zula lillər, mula lillər. Yuvada lil... Ay, ayağım. Yuvada lillər. Hada lillər, saxı yumurta olsun. Dostlar, mənə də çox vaxt kramp tutur ayağımı. Elşədi bir ayağı. Güclə. Ayağı... Gözüm açın. Bu toyuq mən elə əsəb eləyir. Sinirlə sevin. Kek kimi gəzir, zeyf olub. Ölüb də mundar olmur ki, deyim, öldü. Ölməyi də istəmirəm. O bir əməli gəlsin də. Qazları baxın, zəhər yemişlər, doymaq bilmirləri. Heç sanmadım, erkek qazdı. Bir dənə fal yumurta da qoyum içine. İşığı yandır. Kokur ve buralar gözüm. Nə qayrım, duxu səpim, ətir səpim. Sen de sevinç kapısında. Ayıp olmasın. Ha, söndür indi. Söndür indi. Söndür indi. Qazlara baxsan, bir yerə ağızdan soxmasa da başları çatlayır. Bəli müəllim. Hə, uşaqlar, direktorumuz gəlmişdi, aşağı qonşu olardı. Məktəbin direktoru. O gəlmişdi. O gölün doldurur, biz də bağa sulayırıq. Deyir, aç 5 dəqiqə. Göl tez doldurun, sonra sulayarsınız. Aha, fal yumurtaları da qoydum içine. Hep bir kanister küçük diye. İşte olmaz. Düz yere koyun bunu. Zəhrimar.
İçeride çekim desem karanlık içeri. Bir yerden koyup çekim. Bunlar əsəb oluram, düşüb damcı gələndə bir dənə təpik yormaq istəyirəm bunlara. Ne olub? Yuvadı da bayquş, yuvadı da ne olub? Ne olub, bacardı? Böyle gideceksən satışa. Ne bileyim. Zəhrimar. Git Qızıl Kərpiç al, gəl baxarda varsın Qızıl Kərpiç. Git tap deyirəm də, mən də hardan bileyim. Çəpərdən bayra bax, görərsən. Buradan qoysun. Necə olar görərsən. Təkəndlərin yanında bunun kiçiliyi. Böyle buradan bir dənə Qızıl Kərpiç qoyum deyirəm. Tərpənlaşmasın. Üstdən də qoymaq olar bir dənə. Yumurtlamazlar görürsən. Nasıl yanmayayım bir de. Böyle koyuyorum, yumurtlamasılar yanlayıp koymak da olur. Bakın böyle olur. Bir ki yaxşıdır, toyuqlar da var idi. Qapaq şəkildə daha yaxşıdır məncə. Üstü üçün bir dənə daş gətirim. Gətir də Qızıl Kərpiç. Ay, bu uşaqlar gəlir, başını qarışdırır. Dur bir Qızıl Kərpiç də qoyum küncdən. Bir də aşması yaxşı, toyuğun başına düşməsi yaxşıdır. Tapmadın? Tapmadın? Olsun, sen git istəyirsən soruş. Sağ olun. Bir yaxdan da video çəkməyə qoymur ki, mən gəlib, mən də danışacağım. İndi çıxıb bir əsəb oluram. Gəlirsən, gəlmirsən, gəlmə də işin başını bilim. Neyse, bunlar yumurtlasınlar, heç olmasa yumurta yoxdur. Bunlara bax səni. Ne olub? 2-3 günə gidirsiniz də. Gitməsəz elə buraları sülənəcəksiniz. Belə başdan xarablar kim alacaq görəsən? Bunların gözləri ac deyib, bunların gözləri acdır, qarınları tox. Ot atmışım, otu yemir. Ama ot istəyir. Zəhərlən də bunu. Ot istəyirəm, ot yemir. Bilməm, bu nə yiyəcəksə bayra çıxıb, nə ot yiyəcəksə. Seçib 2 yarpaqlarını gətirmişəm ki, rahat hissin. Bu da nazlayır. Nazlayır, qoy acından öl. Mən buna at gətirirəm. Neyse. Da cəhənnəm tüktaban aparım. Daha yekə yarpaqlıdırlar. Zəhərlənsinlər. Bıçaqlarla kesəcək ayağımızı. Toplamışım toyuğu. Yatdı qabağımda. Bu arada ne istediğim başım çıxmır. Qah ot yiyirlər, qah ot yemirlər. Şimdi bax. Mən burada deyəmişəm, başqa ot verim, o bir otları da yiyirlər. Yerdən yemirlər. Canları çıxırıb əyilib bir başdan aşağı salıb yem yeməyə. Məncə yuxarıdan kimisə versin gerək bunlara. Yesinlər. Birazdan bunları doğrayıb verin gerək. Ağızlarına əziyyət olar. Dartanda güc düşər bunlar başına. Alın yiyin aşağıda. Gidin bir iki biraz da getirim. 3-4 tane de getirim. Bıçakları da alın. Koyayım içeriye.
Koyayım elə bura, sonra apararım. Yadıma düşsə. İki dəqiqə olub, 15 dəqiqə. Pis deyil. Xoruzun videosu da qəşəng baxış gəldi. O, neydi adı? Bunlar bir düşüb ki. Az neydi onun yadımdan çıxdı. İmtahan olan, imtahan yazdığım short videosuna 11.000, 12.000 belə baxış gəlib. Bu bitlərdən mənim başım qorxulan deyil. Bir gün bitsiz həyat yaşaya bilmirəm mən. Hinə git, hində bit. Bağa gəlib, bağda bit. Bitlər mənim yapışıb, ömrümə oturublar bu bitlər mənim. Qoy yerə yidə alıb gidəcək bayquş kimi. Sonra da gəlib yapışır adamdan. Açım bırakın bir 5-10 dəqiqə geçsinlər ya da. İndi məncə qarğa yoxdur. İstəmədim o yeraltı var qəşəng deyə maşallah, maşallah. Çox qəşəng xoruzdur. Qəşəng quyruq çıxartıb, rəngi paralamaq başlayıb, quyruğu da uzundur. Bu aldığım yerdən heyraltılar qəşəng uzun quyruqludular. Yarım metr quyruqları var idi. Əsl heyraltı olanın yarım metr quyruğu var idi bəlkə də. Uzun idi əməlli. O qara. Bu da quyruq çatmaq başlayıb. Parlaq quyruqların. Bunun da üstü qızarıb, parlaq tüklər çıxıb. O ikisində parlaq tüklər çıxıb, iki xoruzda. Ağda bilinmir çox. Bəlkə də çıxıb görmürəm. İnşallah gedərik bazara. Heç bir xəta çıxmaz, heç bir problem olmaz. Gedərik inşallah. Baxın, ayaq tutulan xoruz, çilli toyuğu. İş görən vaxtda ballı xoruz qoymur da xoruz rahat bir iş görsün, nəfəs alsın. Geçsəm əgər. Bunlar içəridə qalır bir ikisi. Bunlar niyə az gəldi gözümə. Limon. Limonu balası deyirəm. Limon yaxşı, limonu deyirəm elə bunlar. Bu nə su da içirsiniz? Zəhərli olur. Qəfəsi su qoymadı yadımdan çıxır. Aşağıda içərsiniz arx suyu. Vitaminli su. Gitti içmeye. Vitaminli suda içsinler. Hadi hava biraz isti olsaydı. Ama isti de baxsam olmurdu. Balar dedilər gətir bırakardım. Aydı yenə yadımdan çıxdı olan vaxt günlüyünə bax, neçə günlük olduğuna baxmaq. Belə neçə gün deyə bir aylar tamam olacaq axırda. Bir həftə olar, bəlkə də olar. Bir həftəyə yaxındılar məncə. Baxın ördəklər də orada çimir. Üç ördək bir-birini qoşulub gəzir. Baxın yenə o ayaq tutan xoruz çilliyə yaxınlaşdırma ballı yenə qoymadı. İndi məncə qarğa gəlməz bu vaxtdan sonra. Adam da ürək eləyib qoya bilmir də. Qarğı zəlil qalmış. Gecə gündüz fərq eləmir, elə gəlib aparır. Cücə gördü bəs onu. Yeməyi cücə olsun gecə gündüz vecnə deyil ab. Baxın burada təmizləməliyim. Bu iyun 20-sində belə bütün gilaslar qutarır inşallah. Rahat bir nəfəs alıb, rahat bir heyvanlarımla baş-başa bir gün keçirərəm. İnşallah. Baxın, az neydi bunların? Qapların adı yadımdan çıxır. Qapa birisi böyürtkənlərin yadımdan çıxırdı. Buna böyürtkən deyirəm. Ona bu adı deyirəm. Bu adı yadımda yoxdur indi. Bu ağacı da yarısını yığıblar. Ağ gilas ağacı. Marinadır yəqin ki. Marinadır yəqin ki. Çəkdik yetişməyə başlayıb. Yəqin ki ilk məhsulunu mən aldım.
Ve tam yetişmeyip. Ya turş fasondu. Bak neredeyler. İşte balaları. Bir an bularım. Ortadılar işi de. Yine bunların bu çiməni saxlayacağım. Diğer ikisini satacağım. Yerine lol ördeği almaq istəyirəm. Əvvəl iki dişi var idi, amma erkəkləri yoxa çıxmışdı. Belə nə bala idi, nə böyük idi. Belə orta yaş dövrlərində yoxa çıxdı. Bir gün buraxıb gedir demiş əvvəl. Səhər buraxıb getdi, axşam gələndə evə yoxa çıxmışdı o. Bilmirəm, kimsə aparmışdı mı, harasa çıxıb getmişdi mi? Tam uçamırdı, erkəklər uçamırdı. Deyim dişi də uçub getsin. Bilmədim daha nə olmuşdusa. İki dişi qaldı, onlar da ki bu göstərdiyim ördəklərin üçündən biri iki ördəkdi. O görə bu dişləri. O rahat qoymurdu bunları. Ancaq gedən minmək istəyirdi. Onlar da qaçırdı bu ördəkdən. Bunda da ki gedib qalırdılar qonşunun bağında. Yabaniləşdilər bu zaman. Yabaniləşdəndən sonra da ki gəlməməyə başladı heç. 1-2 ay orada qaldılar. Bu da alıq olmalı. 1-2 ay orada qaldılar. Sonra bir ara it dadandı. Avçarka itləri. İti daha doğrusu. Bir də mən saxlayan istəyirdi. Cəlil qalmışdı ki para. O idi. Gəlib toyuqlarımı apardı. Səhərsi gündə gördüm ki tüklər zadlar var küçədə. Qonşunun bağında zadda qalırdı belə. Hinə gətirmirdik. Dən zad da vermirdi heç. Otdan zaddan yiyə öz üçün başını dolandırırdılar. Səhərsi gün gördük. Tüklər zadlar var. Qonşu da yazmışdı bu arada ki ördəklərimizi parçalayıb itlər. Ördəkləri tuta bilsəydim. Heyf ördəklərdim. Qəşəng ördəklərdi. Erkeği ay yer kökünü çıxartdım. Baxın. Ekmiyorlar. Balçığı qırağına yapıştıracağım cehennem. Biter bitmez cehennem. Burası su olan yerde bence biter. Qəşəng ördəkdi. Kürt otururdu. 2 dəfə deyəsən otururdu ildə. İlin başında ve ilin axırlarında belə. Ay yıxılmışdım. Bala deyəsən çıxartmamışdı. Altına çox belə istəmirdim qoymaq altına yumurta. Toyuq yumurtası qoy derdindən amma qoymurdum deyəsən. Bilmirdim niyə qoymurdumsa. Yenə əlim batdı. Vitaminli suda əlimi də yudum. Onlar gedəndən sonra ördəyə həvəsim biraz soydu. Sonra yenidən başladı həvəs. İndi yenə beynimə düşüb ki, lal ördək alım. Qazlardan soymuşum, qazları satacağım. Soymuşum dediyim, saxlamaq olmur da bizim heyətdə. Çəpərdə yaramır, otsuz qalmır da heyvan. Bayra bırakırsan da ki, gəlib keçən videolarda görmüşsünüz. Paxlaları yiyir. Paxlaları yiyir. Sonra əkilən şitilləri yiyir. Onu saxlamaq olmur axı belə. Hündüşkalar da həmçinin elədir. Amma hündüşkalar bir tər dolandırmaq olur. Qazlar mümkün deyil. Qazlar yemək cəhənnəmə talayırlar, tapdalayıb bunların çıxartırlar yerdə. Ona görə həm saxlamaq olmur. Atam gel onları çoxdan satmaq istirdi. Mən neçə dəfə qoymamışam. Axırda gördüm ki, artıq onlar da düz deyir. Neçə il əkiblər bağ-bostan. Bir dəfədən yeməyi görməmişik də, yəni qazların sayəsində. Əkirdik, gəlib yerdi. Məsələn, belə pomidor deyil, yetişir. Gəlib yetişənləri gəlib yiyib gedirdilər. Baxın dostlar, maşallah. Bunlar nə ara belə böyüdülər, maşallah, maşallah. Mənkilər kölgəliyə yetişib deyə kiçiyi qalıb. Bunların ən kiçiyi, heç mən əkənlərinin ən böyük boyda deyil. Bunda tutan var. Gül açmışdı biri hansıydısa. Görürsən tutan deyil budur. Tutar yəqin ki bir də burada cumbulu gül açacaq bu sonra. Bu reyhanı nə olub?
Şimdi bunlara da su açacağım. Bunlara biraz gün düşür diye pomidorlara. Onlar biraz daha yaxşı olub diğerlerinden. Hem de pomidorlar bir o kadar da xırda qalmırlar. Buranı biraz neçə dəfə deyirəm buranı buduyum. Buduyub qutara bilmirəm. Nə vaxt olmur. Vaxtdan sonra ki anam yanımda olsun ki desin o hansı budaqları kesin kəsməyim. Çox kəsməyə qoymur. Heyfi gəlir ağaca. Ona görə o olsun gərək. Bizdəki evdə olmuruq. Səhər axşam sahə. Bu günləri səhərdən axşama kimi sahədə olmuşuq. Amma əvvəl oha buna buydadır yarpaq. Əvvəl amma ki gün ortaları gəlib heç olmazsa toyuqları dənindən zaten verirdi. Bu günlər heç gəlməmişik. Ördəklər üçün 2 su qabı qoymuşam. Həmişə əlbəki də zaten qoyurdum. Sonra yekə bir qabda doldurub yem qoymuşum. Ay başım. Doldurub qoymuşdum. Gəlincə sular da bitmişdi. Yemləri də qutarmışdı. Amma keş olmamışdı da. Çox gec olmamışdı. Gəldim, verdim yemlərin, suların. Sonra yenə tezdən qutardılar. Bilməm bunlar ejdahadır mı? 5-6 dənə heyvan 1-2 litr suyu kökün kəsirlər də. O su daşımaqdan yoruldum. Suyu mən nəlbəkinə çatdıra bilmədim. Aparıb 2 qab qoydum. Onu da çatdıra bilmirəm. Elə bilməm o 2 ördəklər saxlayıram evdə. Heç bunlar o da su içməz. Bir yaxdan eləşə oturub qaz. Dünənlər bir şey gördüm bu arada dostlar. Dünən idi. Yoxsa bugün idi. Bugün deyəsən gördüm. Səhər toyuqlara baxanda gördüm. Gəzirdi üçün. Orada gətirmişdi. Sonra gəldi buraları gəzdi. Yem axtarırdı. Çörək vermək üçün getdim, gələndə gördüm yoxdur. Benim hara getmişdisən. Ondakı bu aralar hiç demək olar ki görünmür. Əvvəl səhər axşam buralarda olurdu. Sərçələrin də kökün kəsib. Sərçə əvvəl dolu olurdu, indi sərçə görmürəm. Daha bir yuvana ihmal çıxdı söz. Yox elədi. Daha sərçələr də bir tuta idi. Daha sərçələr də qalmayıb. Siz niyə yumurta almışsınız bala? Yediyiniz qabağınızda, yemədiyiniz ayağınızın altında. Nə istəyirsiniz? Ben nə istəyirsiniz də verim sizə. Bir dənə yumurtladınız, 2 dənə yumurtladınız gündə. Dedim cəhənnəm. Bugünlər niyə heç bir dənə də olsun yumurtlamamışsınız? İndi mən bundan gözləyim yumurta. Yoxsa bundan gözləyim yumurta siz yumurtlamayla sonra. Civciv mübüm yox. Yumurta istəyirəm, yumurta cəmaatın. Mən şokdayım dostlar. İndi məndən eşitmiş olmayın. Əmim giləyin 6 dənə toyuğu var. Günə 3 dənə 4 dənə yumurta olur maşallah. Sağlığına qismət. Nənəm gildə 12 dənə toyuq var. Gündə 6 alır, 9 alır, 7 alır. Onu da maşallah sağlığına qismət. Məndə 14 dənə toyuq var. Bir oxa dərman deyirlər. Hani yine mən 14 dənə toyuğu bir dənə yumurta eləməyəndən sonra. Bu arada toyuq var, bir dənə yumurta olmur. Cəmaatda 5-3 dənə toyuq var. 5-3 dənə də yumurta alırlar. Cəmaat gülər. Yumurtanı kəsib tezə başlayıblar, yenə tezdən kesildilər. Desəm ki 10 yaşları var, 50 yaşları var, qocalıb da. Ay xoruz, 1000 dəfə dedim o toyuğa boşa harclama o spermaları, dölləri. Pompalayır. Boş boşuna.
Diğerlerine. O bilmem toyuğu yumurtalıyor mu, yumurtlamır mı, yumurtlamayan toyuğu xoruza getmir. Hiç başlaşmıram toyuqdan mən. Əvvəl yuvada dururdu, yumurta olmurdu. İndi bilmirəm, buralarda yumurtası çətin. %100%'den ki yumurtlamır. Bala sənə nə olub? Kim deyib xətri və? Gərək bulanı səhər dərin atasan qabağına, suyun qoyasan, çıxıb gedəsən. Axşamdakı gəlib qapılarını bağlayasan. Və sizə balla qalsınlar gərək içəridə. Nə ot üzünə həsət qalsınlar, nə də günəş üzünə. Mən əmən inirəm. Səhər dərin atıram, suyun atıram, verirəm daha doğrusu. Oturub bunlara baxıram ki, birinin xəstəliyi varmı, nə bilim, bir istəyən şeyləri varmı, ot verirəm. Günəşə də çıxartıram. Qorxmur da tapıb yeyirlər. Amma mən getim, neynim bunları yumurtlasın? Neynim mən gidib oturum yuvada yumurtluyum? Vay. Biabırçılıq deyə. 14 toyuqdur. Cəhənnəm olsun 10 toyuq. 10 toyuqda mən bir dənə yumurta almıram. Mən səni niyə gedirtirəm yumurtlamağa? Sən neynirsən? Bayquş kimi ye. İçə oturmuşsan. Hələ sən ən yekələri sənsən. Eşək boyda olmuşsan hələ yeməkdən. Ama bu genetikində var. Neysə. Ye içə oturmaqdan dana boyda olublar. Bir yumurtaya da başlamadılar. Baxın, gəldilər, yəni zəlil qalmışlar. Bir dəqiqə bunları tək qoyub gidəmirəm. Anında gəlib cümürlər. Görsən hamısı var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Saydı saymadım deyəsən. Qaçışırlar deyə. 10 dənə saydım. Düz saymışım. Demək bir anı. Hansı yoxdur? Boz rəngdə olan cücə yoxdur. Hansı cəhənnəm etdədir. Sonra apardı. Hə, yox deyə. Ağac altındadır. Bu bilmem nəsə bilmem nəsə qəribə davranır, bilmem axsıyır mı? Amazatorla maşınlar kimi yata dura belə gidir. Bilmem nəsə olub mu buna, qıçı mı çıxıb? Nə olub bala sənə? Yumurtalayacaqsan sən? Hə? Bunlar kimi bayquşlarlayacaqsan sən? Maşallah, maşallah. Neyse, videonun da sonuna gələk dostlar. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək üzrə. Görüşərik.